İlk sezonundan dolayı Əqrəb mövsümü 2 dünya 1 olsa, yerli izləyicimiz tərəfindən maraqla gözlənilirdi. Biz də YouTube kanalı olaraq serialın 1-ci sezonu haqqında icmalımızın bu qədər izlənməsindən və icmalsevərlər tərəfindən sevilməsindən sonra həvəslə icmal paylaşmağı gözləyirdik. Serialı izlədim və indi spoilersız düşüncələrimi paylaşaraq başlamaq istəyirəm. Başdan qeyd edeyim, ancaq və ancaq keyfiyyətini təxmin elədiyim və izləmədiyim digər TV seriallarımızla qarşılaşdırmıram bu əsəri. Kino, TV serialı izləməyi və onları öz kefinə görə dəyərləndirməyi sevən biri kimi, qlobalda baxıb bildiklərimə nisbətdə dəyərləndirməni eləyəcəm. Mənim gözümdə serial bir neçə bölüm daha az olsaydı, məsələn, bəzi xarakterləri daha az görsəydi və ya bəzi yerləri çıxdaş olunsaydı, daha keyfiyyətli olardı. Xatırladığım qədərilə ilk sezon bundan ümumilikdə daha üstün sezon idi. Rəylərdən onu görürəm ki, birincinin daha çox sevilməsinin səbəbi Hikmət Rəhimovun varlığı idi. Bu şərhlərdə məncə haqlılıq payı var, amma ekran işinin başqa əsaslı problemləri olduğunun da qənaətindəyəm. Bu amillərdən biri də istər baş, istərsə də yan xarakterlərin arxında dəyişikliyin zəif işlənməsi idi. Yəni personaj bir şeylərdən dərs alsın və sonrasında obrazda bir çevrilmə yaşansın məqamları ilə demək olar ki, qarşılaşmırdıq. Bu mənada azmaz fərqlənən baş obraz Rauf idi. Ancaq o da serialın başından hansı nöqtədə idisə, demək olar sonda da həmin nöqtədə qalır. Yəni personaj başına gələn macəradan sonra bir şeylər öyrənmirdi. Bəzən obrazlar arası əlaqələrdə sünilik, bəzən də süjet xəttindəki əksikliklər gözə çarpan minuslar idi. Mənim balam, belə eləmək doğru deyil. Onu bu cür eləmək lazımdır. Tərzində didaktik izahatlar da digər neqativ yönləri idi serialın. İlk sezondakı qədər uğurlu olan tərəf var idisə, o da Əqrəb obrazının işlənişi idi. Görüntüsü, sinema dilində bir şeyləri qarşıya çatdırması da okey səviyyədə idi. İndi isə maddə-maddə sürprizləri pozacaq şəkildə rəylərimi bildirim. Əgər kimsə spoiler almaq istəmirsə, videonu seriala baxdıqdan sonra izləmənizi tövsiyə edirəm. Ailədaxili münaqişələr, ailənin önəmi, qlamur qadın düşkünü atanın cəfaları, xəyanət kimi mövzular bu sezonun da fokus nöqtələrindən idi. Futbol dili ilə desək, ana dubl eləyirdisə, ata pokerdən yadda qalırdı bu mövzuda. Əsərin bünövrəsini təşkil edən bu temalar demək olar ki, hər bölüm fərqli yollarla, fərqli xarakterlərlə izləyiciyə çatdırılır. Düşünün ki, ucda-bucaqda qalmış 10 dəqiqəlik səhnəsi belə olmayan həkimin də ara yerdə xəyanəti göstərilirdi. Odur ki, növbəti gələ biləcək sezonda Babnik atanın cəfaları, yanlışlarının bədəlini ödəməsi ilə yekunlaşan temalar görmək istədiyim ən son motivlərdəndir. Rauf obrazının emosional davranışlarını görmək və az qala uşaq kimi özünü ələ ala bilməməkləri ilə təkrar-təkrar qarşılaşmaq məni xarakterdən soyudurdu. Bu ağıllı olmayan hərəkətlərinə məsələn, şübhələndikləri məkanı polislə yox özünün tək girişməyi, Rənanın qardaşına elədiklərindən sonra özünü cilovlamayıb cinayətkarların yanına getdiyi epizodları misal göstərmək olar. 7-8-ci bölümlərdə xarakter bir çox bədii əsərlərdə bildiyimiz yenidən ayağa qalxma öncəsi mənəvi çöküş periyoduna girir. Amma Raufun əsərin əsas cinayətini şəxsiləşdirməsi halı burada olmur. Məsələn, ilk sezondakı Kənan obrazı adına Əqrəbi tapmaq üçün daha yaxşı motivasiya yaradılmışdı. Öz uşağını itirdiyi üçün ailənin uşağını itirməsi ilə empatiya qura bilirdi. Amma burada Raufun baş verən hadisələrə bağlılığı, motivasiyasının kasadlığından ötürü ona qarşı simpatiya qurmaq olmur. Birinci sezona nisbətdə yan obraz Rənanın hadisələrə qatqısı, Raufla əlaqəsi daha çox işlənmişdi burada. Obrazı yaxından tanımaq üçün daha çox vaxt ayrılırdı. Lakin Rənanın Raufla münasibətinin soyuq olma səbəbi başdan sovdu işlənmişdi. Raufun başlarda onun yanından uzaqlaşdırması, bir neçə bölüm küslü qalmalarına zəmin yaradırdı. Beləcə arada sırada onların bu bəsit səbəb üzündən yaranmış küskünlüyü aradan qaldırmaq üçün birlikdə olma cəhdlərinə şahid olurduq. Daha sonrasında da Raufun Mətin və sevgilisini birlikdə görən kimi Rənanın mütləq şəkildə yanında olmasını istəməsi əlaqənin səthiliyini davam elətdirirdi. Rənadan danışmışkən, qardaşı rolundakı Sinandan bəhs edeyim. 3-cü bölümlə obrazı tanımaya başlayırıq. Sujet xətti boyunca Rənanın qardaşını xeyli görürük. Ancaq niyə bu qədər uzun göstərildiyini sorğulananda isə məntiqli qarşılıq ala bilmirəm. Düşünürəm ki, əsas məqsədə xidmət eləməyən bu personajın tüfeyli həyat sürdüyünü bir neçə dəqiqəlik 2-3 qısa səhnə və ya dialoqla ifadə eləmək olardı. Gedişatda Rəna ilə olan münaqişəsində əsas xarakterlər olan bacıların əlaqəsi ilə paralellik, ortaq məqam axtardım, amma ssenari oralara da aparılmadı. Xülasə, vaxt uzatmaq kimi gələn bu rolun bu qədər olması fikrimcə bir dərdidir serialın. Əlavə olaraq da bunu qeyd edim. Rol klişe olsa da məncə aktyorluq yaxşı idi. Xüsusən də 9-cu bölümdə həbsxanadakı səhnələr əyləncəli alınmışdı. Aktyor, aktrisa işini bəyəndiyim digər obraz da Şahnaz obrazı olmuşdu. Daha sonra məsələn 6-cı bölüm başlarına yaxın prokurorluqdakı səhnələr maraqlı idi. Polis və müstəntiqlərin oturub cinayət işi üzərində belə müzakirələr, bir-birlərinə qarşı prizmalardan yanaşmalar eləməsini daha çox görmək istəyərdim. İzlədiyimiz müstəntiqlərin məişət həyatını göstərməkdənsə, daha çox işin mətbəxini, arxa planını vurğulamaq olardı
olmaqdır ki, məncə serialın dedektiv hissələri izləyici üçün xeyli maraq yaradırdı. Doğrudur, belə tip şeyləri nə var bir bölgənin adı bir dialoqda keçir deyə və ya serialla heç bağlantısı olmayan peşə sahibinə deyilən sözlərdən sonra linçlənən kino sektorundan gözləmək olmur. Amma ailə daxili məişət mövzuları qaynaqlı motivlərdən bezdiyimi, video boyu necə yanaşdığımı da görə bilirsiniz onsuz. Uğurlu dedektiv janrlı əsərlərin müstəntiq ikililərini örnək aldıqda onların birlikdə bir işə qoyulmasının bir önəmi, məqsədi olduğunu görürük. Hər birinin özünə məxsus baxışı, təmsil etdiyi bir şey olur. Amma burada arada sırada göstərilsə də bir şey itirməyəcəyimiz dərəcəsində dərinliksiz obrazlar yaradılmışdı. Rauf, Mətin və Zabil arasında hadisələrə reaksiyalarında, dedektiv baxışlarında fərqlilik nədir deyə sual verdiyim zaman cavab çox səthi olur. Belədə də şablon 2-3 dedektivin münasibətini izləmək elə də cəlbedici gəlmir. Təsadüfən uşaqları qaçırılanın dostunun həyat yoldaşı çıxan Zabilin və heç də çəkici olmayan şəxsi macəraları ilə mətnin hekayəyə süni inyeksiya olduğu sezilirdi. Bundan savayı daha əvvəl də dediyim Rauf və Rəna əlaqəsindəki rəhimə bənzər gərginlik 7-ci bölümdə Zabil və Rauf arasında da olur. Nə dərinliyi var idi, nə də münaqişələri böyük bir hadisəyə səbəb olurdu. Bu da süni gələn bir amil idi. Serialın musiqiləri çox yadda qalan olmasa da səhnə gərginliyinin artmasına yaxşı xidmət göstərirdi. Bəzi musiqiləri də diskomfortluğu hiss etdirməyə bacarırdı. Musiqidən savayı əsərin görüntüsünü də keyfiyyətli yönlərindən hesab eləmək olar. Serialda xoşuma gələn kadrlar, səhnələrdən də bəhs edeyim qısaca. Məsələn, Şahnazın üzündən uşaqların tutulduğu otaqdakı işığa keçid, hansı ki, uşaq həmin işıqda anasını axtarırmış kimi alt mətnləri sinema dili ilə göstərmək gözəl alınmışdı. Raufun 8-ci bölümün başında tək başına yeridiyi səhnənin də görüntülərini bəyəndiyimi deyə bilərəm. One shot, yəni tək çəkimli səhnələr də olub bitəni aydın görüb qavradır. Xarakterlərlə birlikdə hadisə zamanı izləyicini oradaymış kimi hiss elətdirir. Bununla da kadrlar rahat yaddaşlara həkk olunurdu. Sezonun əqrəbi Sonanın motivasiyası uzun-uzun, aydın formada izləyiciyə çatdırılır. Bu obrazın ələxüsusda sonlara yaxın overacting elədiyini, yəni rolunu gərəyindən artıq oynadığını düşünürəm. Sonanın rəqsi səhnəsi mənə görə ilk sezondakı rəqsdən daha uğurlu alınmışdı. Bu səhnəni digərinə nisbətdə daha üstün edən nüans isə öncədən doğru şəkildə backgroundu tanıdılan personaja aid olması idi. Yalnız kino dili ilə göstərərək, yerli rəqs elementləri ilə də birləşməsi ilə gözəl vizuallıq yaranmışdı bu kadrlarda. Overreading-ə də, yəni izləyicinin öz şəxsi təcrübəsinə əsaslanaraq simvollar, alt mətnlər uydurmağa meylənməsi, hansı ki, yaradıcı heyət tərəfindən belə bu alt mətnin ötürülməsi nəzərdə tutulmayan fikirlərə açıq olduğu üçün də xoş gəlirdi. Əqrəbin kimliyini müəyyən etmək üçün ikinci bölümdən ipuçları qoyulmuşdu. Yəni diqqətli kinosevərlər əslində rahatca tapa bilərdi əsərin baş antagonistini. Bu mənada xeyli detala rastlamaq olurdu. Məsələn, 5-ci bölümün sonunda Oqtayın əlində bıçaq ilə bacıların başları üstünə durması nüansı izləyicini yanıltmaya örnək idi. Bu yanıltmaya aparan səhnələr də təfərrüatı ilə hazırlanmışdı. Raufun mətnə sevgilisi ilə bağlı məsləhətləri, az qala Instagram motivatoru kimi tövsiyələr verməsi dəhşət cringe gəlirdi. Ekran işinin bacılar üzərindən anlatdığı, əsas fokusu olan doğru ailələr elə yox, belə qurulur mesajını ssenaristin belə çatdırması əsaslı minusu idi. Bundan başqa heç bir şeyin ardı arası kəsilmirdi. Əsərdə tez bitirmə hissi var idi. Tez uşaq sahibi ola bilməyənlər uşaq sahibi olsun, Sonanın cəzası ən az onun qədər qəbahəti olan birisi tərəfindən verilsin, tez Rəna Sinanın elədiklərindən bir boğaza yığılsın və bunun əvəzini qardaşından çıxsın. Bu hadisədən qaynaqlı Rauf da öz emosionallığına qapılıb cinayətkarları döyməyə getsin. Fikrimcə bu sadaladığım misallar finalda əsərin keyfiyyətinə güclü zərbə endirən son nöqtələr oldu. Bu sezon haqqında mənim iradlarım və fikirlərim belə idi. Bəs siz bu sezon haqqında nə düşünürsünüz? Videoda deyilənlərə qatılırsınız, yoxsa davam sezonunun gəlməsini əvvəlki qədər maraqla gözləyirsiniz? Buyurun, ətraflı şəkildə şərhlərdə bizimlə paylaşa bilərsiniz. Videonu bəyəndinizsə like eləyərək, abunə olaraq dəstək verməyi unutmayın. Gələn videolarda görüşənədək. Hələlik.